Təmiz insana ən güclü fayda verən, mükəmməl çörək əvəzi və sizi arıqladan və sizi sağlam edən bu mükəmməl resept. Necə hazırlanır? Onda yaxınlıqdır. Öncədən islatdığımız, təmizlətdiyimiz mərcimət. Mərcimətin qırmızısı da, qarası da, hər ikisini istifadə edə bilərsiniz. Ev şəraitində Tural. Bunu sən evdə də hazırla mütləq, ailənlə. Darçın haqqında həmişə danışıram. Darçın dostlar, kişmişin sarısı da, qarası da mükəmməldir. Kişmiş dostlar. Qoz dostlar, katan toxumu haqqında həmişə sizə danışıram. Faydalar haqqında isladılmışıq. Öncədən jeli formasına almışıq. Əlavə edirik bu mükəmməl katan toxumunu. Əvəz olunmaz camış qatıq dostlar. Soda dostlar, duzu əlavə edirik. Və təmiz zeytun yağı dostlar. Göndəririk bunların hamısını bir-birə qarışdırmağa dostlar. Əziz xanımlar, hər kəsin evində qəşəng duxovka var. Duxovkaya daxil edirsiniz. Dərəcəsini yazarsınız yorumlarda.